Həddindən çox gələcəyə təlaşım var. Hansı ki, gələcəyini sığortalamaq, onun daha yaxşı olmasını istəyirsən və burada bilmədiyin, unutduğun məqam və ya da ki, özünü müdafiə etməyə çalışdığın, qaçdığın məqam odur ki, əslində keçmişdəki yüklərlə üzləşmək istəmirsən. Keçmişdəki versiyandan, keçmişdəki yaşanmışlıqlarla. Bunlar o qədər ağırdır ki, həmin o hisslərlə üzləşə bilmək, o hisslərlə bərabər yenə ola bilmək, dönüşə bilmək o qədər çətindir ki, sən ancaq gələcəyi düşünürsən və gələcək təlaşı səni bürüyüb. Çünki yas tuta bilmirsən, keçmişin yasını tuta bilmirsən, keçmişdəki yaşanmışlıqların, orada duyduğun o hisslər, onları yaşaya bilmədiyin üçün, özünə qaçmaq üçün, qaçış üçün dolayısıyla gələcək illüziyası yaratmısan və gələcəyini yaratmaq üçün bir növ belə deyək də, sığortalamaq üçün həddindən çox planlar qurursan, həddindən çox kontrol etməyə çalışırsan. Həm hisslərini, həm həyatını. Çünki hisslər çətindir, yəni hissləri yaşamaq, o hisslərlə üzləşmək. Dolayısıyla bu hisslərdən qaçmaq üçün sən gələcəyə təlaşı yaratmısan özündə. Çünki əslində şuuraltın sənin gələcək və ya keçmiş, indiki zamanı bilmir. Və yəni bu zehnimiz üçün çox yad olan bir anlayışdır, zaman anlayışı. Dolayısıyla əslində sənin unutduğun, sənin üstündən xətt çəkməyə çalışdığın yer keçmişin və keçmiş yaşanmışlıqlarındır. Bunların üstündən xətt çəkmək üçün gələcək illüziyası yaratmağa çalışırsan. Belə, bunları bil istədim.